Salam, mən Nazadə Tunar. Özünüzü təqdim edin. Mən Məmmədov Orxan, çimərlik futbolu üzrə milli komandanın üzvüyəm. Nə üçün bu peşəni seçmək qərarına gəldiniz? Gözəl sualdır. Bu peşəni seçməkdə qərarım olub ki, futbol idman növünə çox marağım olub. Futbolda marağınız neçə yaşında yarandı? Futbola marağım 10 yaşından, 11 yaşından yaranır. Amma valideynlərim məni 12 yaşından futbola göndəriblər. Hansı oyunda çox qol vurmusunuz? Hansı oyunda çox qol vurmuşam? İtaliyada yadıma gəlir ki, Macaristan ilə oyunda 6-4 hesabı ilə qələbə qazandı. Oyunda 4 qol vurmuşam mən. Çimərlik futbolu ilə normal futbolun fərqi nədir? Gözəl sualdır. Çimərlik futbolu ilə normal futbolun fərqi odur ki, çimərlik futbolunda 5 futbolçu olur meydanda, 10 futbolçu olur, 5-5 oynanılır. Fərqi də odur ki, qum üstündə oynanılır, ayaq yalın oynanılır, dəniz kənarında olur. Sizin ən sevdiyiniz futbolçu hansıdır? Ən sevdiyim futbolçu Portuqaliya millisinin üzvü Cristiano Ronaldo'dur. Komanda olaraq hansı uğurlarınız olub? Belə deyim, çimərlik futbolu Azərbaycanda 2008-ci ildə yaradılıb. Bizim ilk uğurumuz 2016-cı ildə İtaliyanın Katania şəhərində B divizyonundan A divizyonuna yüksəlmişik. Və bir də 2018-ci ildə Çində beynəlxalq turnirin qalibi olmuşdur. Gənclərimizə tövsiyəniz nədir? Gənclərimizə tövsiyəmiz odur ki, ilk növbədə valideynlərinin sözlərinə qulaq assınlar, dərslərini yaxşı oxusunlar, hansı idmana maraqları varsa idmanla məşğul olsunlar. Sağ olun, əziz uşaqlar. Sağ olun.